Sinema Radio. Ekosistemdə məhsullar yaranır. Yəni bu onlayn məhsullar ola bilər, bu animasiya məhsulları ola bilər, bu startaplar ola bilər. Bax bu formada yaradıcı mərkəz fəaliyyətini davam elətdirir. Eyni zamanda yaradıcı mərkəzdə tədris, təhsil sahəsində təlimlər təşkil olunur, mədəniyyət, yaradıcı sənayedə və bu mövzular əsasən çalışırıq ki, yaradıcı sənayelərdə ehtiyacı olan istiqamətlərdə təşkil olunsun. Artıq bir xeyli təlimlər təşkil olunub. Bununla bağlı, bu layihələrlə bağlı daha ətraflı məlumat verərəm. Yaradıcı mərkəzin infrastrukturu ilə bağlı danışsam, sizə qeyd edə bilərəm ki, yaradıcı mərkəz təxminən 1000 kvadrat metrlikdən biraz çox sahəni əhatə eləyir və orada bir neçə studiyalar var ki, yaradıcı insanlar bu studiyalardan rahat şəkildə istifadə edə bilirlər. Sinema Radio, Sinema Radio, Sinema Radio.